Dövlət İmtahan Mərkəzinin şəxs kabinetinin balansına pul vurmağı göstərəcəm. MP ödəniş terminalı daxil olursunuz və orada ekranda irəli düyməsini sıxaraq təhsil xidmətləri xanasına daxil olursunuz. Daha sonra Dövlət İmtahan Mərkəzinin loqosunu üzərinə vuraraq FIN kodunuzu daxil etməklə ödəniş edə bilərsiniz. Köhnə şəxsiyyət vəsiqələrində FIN kod burada işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxsiyyət vəsiqələrində FIN kod burada identifikasiya nömrəsi yazılmış, xüsusi işarələnmiş 7 rəqəmli simvoldur və ən son təqdim olunan şəxsiyyət vəsiqələrində FIN kod burada identifikasiya nömrəsi yazılmış 7 rəqəmli simvollardır. Və indi biz müvafiq olaraq bu FIN kodumuzu uyğun xanaya daxil edək. FIN kodumuzu müvafiq xanaya uyğun şəkildə daxil edirik və FIN kod daxil etdikdən sonra ekrana şəxsin adı, soyadı, ata çıxacaq və həmin şəxs siz olduğunuzda və yaxud da ki, kimin kabinetə pul vurmaq istəyirsinizsə, həmin şəxs olduqdan sonra irəli düyməsini sıxırsınız və yenə irəli düyməsini sıxaraq siz artıq tələb olunan pulu vurursunuz. İndi biz 50 manatı müvafiq olaraq aparata daxil edirik və daha sonra belə düyməsini sıxmaqla biz ödənişimizi etmiş olacaq. Və artıq biz ödənişimizi etdik. Ekranda balans göstərir 50 manat, ödə düyməsini sıxırıq və ekranda qəbzi çap et düyməsini sıxmaqla biz qəbzi əldə edirik. Yəni ki, artıq bizim balansımıza 50 manat köçmüş olacaq. Bu şəkildə siz şəxs kabinetin balansını artıra bilərsiniz. Qəbzdə yenə pul ödənilən şəxsin FIN kodu qeyd olunacaq. Və xatırladım ki, siz kabinetin balansını artıranda bəzən valideynlər bilmədən öz şəxsi kabinetinə pul verirlər, yəni öz vəsiqəsinə ödəniş edirlər. Xeyr. Hansı şəxsin balansına pul vurmalıdırsa, həmin şəxsin FIN kodu mütləq qeyd olunmalıdır. Bundan başqa bank kartı vasitəsilə də balans artırmaq olar. Növbəti videoda bank kartı vasitəsilə də balansın artırılmasını göstərəcəm. Hər birinizə uğurlar arzu edirəm.